Traktoru biz sevirik. Sağ olsun Azərbaycan televiziyaları ki, nəhayət bu komandanın oyunlarını, uğurlarını da efirlərə gətirir, ekranlara gətirir. Zaten onu biz izləyirik internet üzərindən. Və bu şeyləri də bəyənməyən, xoşlanmayan o şovinistlərə də demək lazımdır ki, gedin öz işinlə məşğul olun. Bəsdir, 100 ildir siz orada bizim insanlarımızı incitdiniz, astınız, kəsdiniz. Bu vəhşiliyi qutarın. Biz bir daha deyirəm, Güney Azərbaycan və Quzey Azərbaycan bir bütövdür. Bizi hələ parçalanmağınız, bölməyiniz bəs deyil, hələ bizim bir-birimizin o uğurlarına sevinməyimizlə yasaq eləmək istəyirsiniz. Siz Güney Azərbaycana bu qədər məhdudiyyətlər gətirmişsiniz. Bu qədər orada insanlara əzab vermişsiniz, işgəncə vermişsiniz. Nə bilim, nələrdən məhrum eləmişsiniz. İndi bizi də bundan məhrum eləmək istəyirsiniz. Gedin işinizlə məşğul olun. Siz kimsiniz? Onlara o haqqı kim verib? Bu dünyada büyük insan hakları, demokratiya, dünyanın büyüyen en aparıcı değerleridir. Birleşmiş Milletler Teşkilatı nedir? Bunlara deyir ki, gedin o güneydə, kuzeyin uğurlarına sevinenleri qınıyın. Yani bu kadar mı bunlar əbilləkdilər? Bu kadar mı geri zekalıdılar? Bu kadar mı mədəniyyətdən məhrumdular? Yani bunlar hamısı cəfən şeylərdir. Bunu qınayanları qınamaq lazımdır. Bu biabırçılıqdır, bu rüsvayçılıqdır. Görün bunlar nə qədər cılızdılar, nə qədər rəzildiler. Görün nələrə dil uzadırlar, nələr üzərinə dərd edir. Görün nə qədər böyük bir geri zekalı bir zihniyyətin belə deyək də biz qarşısındayıq. Görün indi bizim oradakı soydaşlarımız nələr çəkir. Bəzən güneydəkilər danışırlar ki, siz tanımırsınız, siz bilmirsiniz bu mollaları, bunların yanaşmasını, bunların münasibətini. İndi təsəvvür edin, futbol komandasının uğurlarını bölüşürük. Əksinə sağ olun deməlidirlər. Təşəkkür eləməlidirlər ki, sağ olun. Ey Azərbaycan, siz bizim bir bölgəmizin komandasının oyunlarını təbliğ edin. Sağ olun. Azərbaycanın komandasını, Təbrizin komandasını orada bəyənmişsiniz. Yəni bundan məmnun olmalıdırlar da, bunların içi salamat olsa, bu içində qılt olmasa, paxıllıq, həsəd olmasa, nə bilim, Türk millətinə qarşı düşmənçilik olmasa, normalda buna görə təşəkkür eləməlidirlər. Məyər indi biz Türkiyənin hansısa komandasının burada oyununu versək, Türkiyə bundan qıcıqlanacaq, əsəbləşəcək, xeyr, əksinə, təşəkkür edəcək. Yaxud da gedək Britaniyanın, nə bilim, Almaniyanın bir komandasını təbliğ edirik. Biləcəklərsə sağ ol deyəcəklər. Görün, yalnız bu zehniyyət, bax bu qara zehniyyət, qara düşüncə ancaq bu Fars rejimindədir. Deməli o rejimdən o xalqı tutarmaq lazım. Əslində bax bu şeylər bizə də siqnaldır, sözdür ki, görün bizim o güneydəki soydaşlarımız nə qədər zülüm çəkir, nə qədər əziyyət çəkir. Təbrizin komandasıdır, yaxşı oyun nümayiş etdirir, biz də onu alqışlayırıq, dəstəkləyirik. O bizim haqqımızdır. O bizim daxili məsələmizdir, milli məsələmizdir. Azərbaycan güneyli, quzeyli hər zaman bir-birinin xeyrinə də sevinib, ağrısına, acısına da qəmlənib. Bu nədir? Siz bizim hisslərimizə mi nəzarət edəcəksiniz? Siz bizim indi emosiyalarımıza mı hakimsiniz? Yəni yedirəm, deyir o ölünü yediryə dadandılar. Bunlar indi güneyi əziblər, incitiblər, sıxıblar, indi gəlib bizə mi hansısa qara-qara qoymaq istəyirlər? Bu qədər mi gerizəkalıdır? Allah onları islah eləsin. Bu çox qərəzli, çox düsturlu bir yanaşmadır. Bu çox pis bir nümunədir. Mən ona görə onları qınayıram və hesab edirəm ki, bu açıqlamaları verənlərin özünü qınamaq lazımdır. İndi onlar kimdir, nədir bilmirəm. Dövlət qurumlarıdır, yoxsa Sepahdır, başqa kimdir. Hər halda bunları pisləmək və rüsva eləmək lazımdır ki, siz bu xıtla, bu düşüncə ilə heç nəyə nail ola bilməzsiniz. Sizin əslində zamanınız keçib. Yəni o, belə deyək də, orada bir 15 milyon fars öz dilində oxuya bilər, yaza bilər, danışa bilər. 50 milyon Türk niyə bunu edə bilməz? Siz 50 milyonun haqqına girməniz bəs deyil, indi bizim haqqımıza girmək istəyirsiniz. Gedin işinizlə məşğul olun. Bugün Ermənistan bunu etməyə çalışdı, bacarmadı, Rusiya bacarmadı. Siz mi bacaracaqsınız? Siz də bacarmayacaqsınız. İnşallah enində sonunda İranda da o zülmə, o sistemə son qoyulacaq. Həmin o zehniyyət geri bölüşü ilə məşğul olacaq. Yəqin ki, biz enində sonunda görəcəyik. Güney Azərbaycan da azad olacaq. Traktorda belə gözəl oyunu ilə hamımızı sevindirəcək. Traktorun uğurlarını biz alqışlayırıq, dəstəkləyirik. Bizim doğma komandamızdır və dəstəkləməkdə də davam edəcəyik. Yəni geri gəlmişkən Əli bəy, bu məqamda Məsud bəy Pezeşkan yenidən Şəhriyardan şeir deyib. Məncə ən yaxşı cavab elə odur. Çox gözəl, eşq olsun. Pezeşkan bir mütərəqqi dövlət adamıdır.
o İran səmasında, İranın siyasi establishmentinin içərisində belə deyək də bir işıqdır, nurdur. Allahlarına şükür eləsinlər ki, Allahımıza şükür eləsinlər ki, o elə bir zəkalı, müasir bir insan gəlib İranın prezidenti olub. Bəli, ondan nümunə götürsünlər. Bax, o köhnə qafalı, o keri zəkalı, o yaramaz zehniyyətli o məxluqlar, məlumlar bu Pezeşkiyandan nümunə götürsünlər. Yaxşı şeylərə sevinmək lazımdır. Biz görürsünüz, İranın bir sıxıntısı olanda narahat oluruq. İranın bir yaxşı şey olanda məmnun oluruq. Onlar isə bizim yaxşı şeylərimizə qəzəblənirlər. Görün, nə qədər rəzil bir varlıqdılar. Görün, onların içində nə qədər düşmənçilik var. Traktoru təqdim edib. Yaxşı eləmişik, dərəcə eləmişik. Buna görə indirin, bizə sağ ol deyin. Təşəkkür edin. Keçən olmasa İranda yaxşı bir şeyi tapmışıq və onu təqdim edirik cəmiyyətimizə. Buna görə sağ ol deyin bizə. İrandakı bütün normal insanlar Böyük Pezeşkiyanı dəstəkləyir. İrandakı bütün ağlı başında olan, geri zəkalı olmayan, normal mədəniyyəti olan xalqlar, millətlər, insanlar, hətta farsların içində, ərəblərin, bəluçların, kürdlərin içində olan bütün normal insanlar, mütərəqqi insanlar Pezeşkiyanı anlayır, dəstəkləyir və Pezeşkiyan əslində bax bu normal, bu sağlam insanların mövqeyini ifadə edir. Mən düşünürəm ki, o rejimin nə deməsini, nə düşünməsinin heç bir önəmi yoxdur. Çünki o rejimin gələcəyi yoxdur. O rejim keçmişdir artıq. Çürüyüb bir gün tarixin səhnəsindən silinib gedəcək. İranın gələcəyi Pezeşkiyandır. Pezeşkiyanın açdığı yoldur. Yəni artıq İran xalqı, İran gəncliyi o köhnə zehniyyətli, geri zəkalı o mollaların, nə bilim o fars şovinistlərinin, o pan-İranist təfəkkürün işğalı altında qalmaq istəmir. Və bunu da Pezeşkiyan çox düzgün anlayır. O bütövlükdə İran xalqının ovqatını ifadə edir. İran xalqının mütərəqqi dünyanın o çağırışlarına cavab verir. Və mən açıq hesab edirəm ki, yəni Pezeşkiyan da sonsuza qədər burada Şəhriyardan şeirlər deməklə bu geri zəkalı taburla savaşmamalıdır. Yavaş-yavaş orada müəyyən proseslər yetməlidir. Artıq islahatlar başlamalıdır. O ağıllı insanların İranın siyasi həyatına gəlməsini təmin etmək lazımdır. O nə vaxta qədər tək başına vuruşacaq? Bu əslində bir komanda yaratmalıdır. Mütərəqqi insanlardandır. Güney Azərbaycanda belə adamlar həddindən çoxdur. O mütərəqqi insanlardan ibarət özünə bir siyasi komanda yaratmalıdır. Bir siyasi dəstək mühiti formalaşdırmalıdır və yalnız Güney Azərbaycan deyil. İranın hər yerində belə insanlar var. Çünki onlar hamısı Pezeşkiyana bir xilas kimi baxır. Bir, necə deyərlər, o fəlakətdən, o keçmişdən, o qaranlıqdan qurtuluş nümunəsi kimi baxır. Bax, bu baxımda mən düşünürəm ki, nəhayət Pezeşkiyan bir siyasi bir prosesə bunu çevirməlidir ki, dediyim kimi, o gerizəkalı taburla tək qalmasın, tək başına qalmasın. Onu müdafiə edən insanları bir qüvvəyə çevirməlidir, bir siyasi gücə çevirməlidir. Məncə bunun zamanı çatıb artıq.